Ağdam rayon icra hakimiyyəti vətəndaşın ideallarına aydınlıq gətirdi. Media qrupumuz qərəzsiz və tərəfsiz mövqe göstərərək Ağdam rayon icra hakimiyyətinin mövqeyini olduğu kimi təqdim edir. Ağdam rayonunun Çullu kənd sakini İsmailov Vəli Alıoğlunun ona və oğlu Vətən müharibəsinin 2-ci qrup əlili İsmailov Sirus Vəli oğluna qarşı edilən haqsızlıqlar barədə Goldmedia.az-ın media qrupuna daxil olan Media TV-nin TikTok səhifəsində söylədikləri qərəzlidir və həqiqətə uyğun olmayan məlumatlardır. Bildiririk ki, Ağdam rayon icra hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə, müharibə əlillərinə və müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Onların müraciətlərinə həssaslıqla yanaşılır. Vətəndaş Vəli İsmailov oğlu İsmailov Sirus Vəlioğlu ilə birlikdə dəfələrlə qəbul olunmuş, müraciətləri dinlənilmiş, onlarla ətraflı söhbətlər aparılmışdır. Qəbullar zamanı vətəndaş Vəli İsmailovun bir sıra istəklərinin olduğu aydın olunmuşdur. Vətəndaş İsmailov Vəli Alıoğlunun birinci istəyi işğaldan azad edilmiş Ağdam şəhərində evlə təmin olunmasıdır. Vətəndaşa izah olunmuşdur ki, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə evlə təmin olunması dövlət proqramına əsasən daimi pasport qeydiyyatı üzrə mərhələli şəkildə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Vətəndaş İsmailov Vəli Alıoğlu ailə üzvləri ilə rayonun Çullu kəndində qeydiyyatdadır. Dövlət proqramına əsasən Çullu kənd sakinləri üçün rayon Xıdırlı kəndində müasir üslubda evlər tikilmiş və Çullu kənd sakinlərinin bir hissəsi həmin evlərə köçürülmüşdür. İsmailov Vəli Alıoğluna da Xıdırlı kəndində ev verilməsi təklif olunmuş, lakin o bu təklifdən imtina etmişdir. Vətəndaş İsmailov Vəli Alıoğlunun istəklərindən biri də oğlu Sirus İsmailovun dövlət qulluğunda işlə təmin olunmasıdır. Bu barədə vətəndaşa izah olunmuşdur ki, dövlət qulluğuna qəbul dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Belə ki, dövlət qulluğu sertifikatı olduğu zaman elan edilmiş vakant vəzifələr üzrə sənədlərini təqdim edərək müsahibə mərhələsində iştirak etməlidir. Vətəndaş Vəli İsmailovun digər bir istəyi isə Ağdam rayonunun Quzanlı qəsəbəsində həyətyanı torpaq sahəsi ilə təmin olunmasıdır. Vətəndaş İsmailov Vəli Alıoğlunun oğlu Sirus İsmailovun Vətən müharibəsi əlili olması nəzərə alınaraq Quzanlı qəsəbə bələdiyyəsi tərəfindən ona həyətyanı torpaq sahəsi üçün yer ayrılması məqsədi ilə sənədlərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmək məsələləri dövlət xidmətinin tabeliyində olan daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquq şəxsinin 7 saylı Bərdə ərazi idarəsinə göndərilmişdir. Əlavə olaraq bildiririk ki, İsmailov Vəli Alıoğlu qaçqınlara və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonunun Quzanlı köçkün qəsəbəsində 688 nömrəli evlə təmin olunmuş və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Vəli İsmailov Ağdam Mexaniki Suvarma İdarəsində sürücü işləyir və iş yerində ona heç bir təzyiq göstərilmir. Vətəndaş Vəli İsmailovun oğlu İsmailov Sirus Vəlioğlunun 2-ci qrup Vətən müharibəsi əlili olması nəzərə alınaraq Ağdam rayon təhsil sektoru tərəfindən yaşadığı ərazinin yaxınlığında yerləşən 148 saylı köçkün tam orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin olunmuşdur. O, 2-ci qrup Vətən müharibəsi əlili kimi Ağdam rayon icra hakimiyyətinin başçısının 19 may 2021-ci il tarixli 88 saylı sərəncamı ilə mənzil növbəliliyinə götürülmüş və bununla bağlı sənədlər aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İsmailov Sirus Vəlioğluna Ağdam rayon icra hakimiyyəti tərəfindən Quzanlı qəsəbəsi ərazisində Şüşəli Bazar adlanan ərazidən obyekt yeri təklif edilmişdir. Lakin o bu təklifdən imtina etmişdir. Media qrupumuzda 03.04.2026-cı il tarixində gedən aidiyyatı xəbəri də nəzərinizə çatdırırıq. Ağdam rayon Maqsad ərazi nümayəndəliyinin Çullu kənd sakini 2-ci Qarabağ müharibəsinin 2-ci qrup əlili olan İsmailov Sirus Vəlioğlunun valideyni İsmailov Vəli Alıoğlu. Ulu öndərimizin davamçısı olan İlham Əliyev cənabları, sizlərə müraciət edirəm. Müraciət edərək bildirmək istəyirəm ki, 2-ci Qarabağ müharibəsində sağlamlıq itirən, bugünkü gündə köməyə ehtiyacı olan, oğluma qarşı olan haqsızlıqlara, rayon rəhbərliyi tərəfindən oğluma qarşı olan haqsızlıqlara dözə bilməyərək təkrar sizlərə müraciət eləmişəm yazılı formada. Prezident aparatından, administrasiyadan
məktublarımız şikayətçi olduğum ünvana qaytarılır. Ünvana qaytarıldığına görə də mənə qarşı burada təzyiqlər, təqiblər başlayır. Birbaşa Ağdam rayonunun icra hakimiyyəti Vaqif Həsənov tərəfindən bir idarədə işləyirəm. İdarədə işlədiyimə görə də təzyiqlər olunur ki, o etdiyi müraciətlərə görə iş yerindən kənarlaşdırılmalıdır, işdən çıxarılmalıdır. Bir də sizə müraciət edirəm. Bizim məktublar etdiyimiz müraciətə bura qaytarıldığına görə şikayətçi olduğumuz ünvana sosial şəbəkəni seçmişəm. Cənab İlham Əliyev, torpaq, vətən uğrunda sağlamlığını itirmişlərə göstərilən qayğı, qoyulan hörmət budurmu rayon rəhbərliyi tərəfindən? 2020-də sağlamlığını itirmiş oğluma qarşı olunan haqsılara dözə bilməyərək bir daha sizə xahiş edirəm. Məni şəxsən Vaqif Həsənov cənabları ilə birlikdə qəbul edəsiniz. Oğlumla birlikdə qəbul edəsiniz. Sizə deyiləcək sözlərim çoxdur. Bu haqsızlığı nə qədər davam edəcək? Siz icra hakimiyyətinə, icra başçılarına verdiyiniz tapşırıqlar həyata keçirilmir. Vaqif Həsənov Ağdam rayonunda qazilərə, şəhid ailələrine qarşı olunan köməklər şəxsən bizi qane eləmir. Öz qanunları ilə idarə edir. Öz yaxınlarına, öz qohumlarına istədiyi şəraiti yaradır. Mənim kimlərinə, mənim oğlum kimlərinə də heç bir köməklik olmuyor. Maddi, mənəvi heç bir köməklik olmuyordu. Ona görə də artıq dərəcədə xahiş edirəm ki, hal-hazırda icra başçısı işləyən Vaqif Həsənovla birlikdə məni qəbul edəsiniz. Bir də oğlumla birlikdə.